Herkese salam, mən Ayxan. Bugün sizlərlə birlikdə Alikan Rəcəbovun videolarına baxırıq. Hələ də kanalıma abunə deyilsinizsə aşağıdan dərhal kanalıma abunə olub bu videoya da like atmağı unutmayın və hələ də Alikan Rəcəbovu takip eləmirsinizsə açıqlamaya qoyduğum linkdən dərhal takip edə bilərsiniz. Və bir dənə də xahişim var sizdən ki 20.000 abunə olmamıza çox az qalıb. Ona görə də aşağıdan abunə ol. Həyatım, paltar almağa 100 manatım çatmır. Neçədir paltar? 100 manat. Pes mən sənə bayaq 100 manat verdim axı. Həyatım, Qadın saçımı reyəcək. rəngləmək üçün 200 manat lazımdır. Mən sənə 2 gün əvvəl əlbəl 1120 manat pul vermişəm. Ay sağ ol. 1000 manat yuvarladım, ona əl vurmuram. Yerdə qalır 120 manat. Ay sol. Mən də sənə indi 80 manat pul versəm, 200 manat olursa da gəlib saçını rəngləyirsən. Yo, 120 manat ayırmışam, ona bazarlıq eləyəcəm. Hayda. Saçıma 200 manat lazımdır. Yaxşı götür barda çoxdan. Sizdə 120 manat elədi. Ödə. Sən ödə. Bayaq məndən maşından pul götürdün axı, sən ödə. Hə, bazarlığın pulu. Ata pilləkənin altından səs gəlir, qorxuram. Nə səsidir elə görə? Bura gəl görüm. Həri sən, Aha, bura gəl. gəl. Otur. Qəşəng. Nə vaxtdan burada qalsan? Dəqiq. O vaxtda. Deməli mən 2015-ci ildən Aha. bu öyün ipotekası verirəm. Sən oğraş, əlvi bir dəfə də olsun cibə atmamısan ki, şərik olasan. Yaxşı. Vallahi qardaş məni Neçə nəfərsiz? O sıra basma la, balkondan bir də ki, yan otaqdan gecələr ses gəlir. 3 nəfər qeyd edirəm. skvayakdı. Zəhər, bundan sonra hər ay 500 manat doğursan. 10 illik borcu da hesablasın 60.000 pul eləyir. İnflyasiyanı, kommunallığı zadı heç birini Ay, saymıram. İstəyirsən get Ujistarda çəkil. Nə pox yeyirsən, yi sabah mənə pulumu çatdırsan. Eşitdin? Yoxa çıxdı. Oğlum ruh bir də pox yeyib bu evə gəlməyəcək. Tabii də gələsdi. Nə vaxt instituta daxil olursunuz? Nə vaxt evlənirsiniz? Nə vaxt uşağınız olacaq? Bəs ikincisi, bəs bacı, İnşallah Aha. bunların toyları nə vaxtdır? İnşallah Aha. nə vaxt pensiyaya çıxırsınız? Özünüz üçün nə vaxt yaşayacaqsınız? Allahım özün üçün yaşamağa vaxt qalmadı. Bu video çox super olub. Bir anlıq belə aydınlanma yaşadım. Yay da belə getdi. Getsin də. Hər sentyabrın əvvəli ürəyimdə elə bil nəsə sıxılır. Günəşli günlər buludluya dəyişir deyəsən. Məktəb vaxtından elə yadımda qalıb. İl boyu yay tətilini gözləyirdin ki, məhəllədə sülənəsən. Sentyabrda da dərs başlayanda qanun qaralırdı. İndi də iş. Uşaqlıqda Həqiqətən o belə. həsrətlə baxırdın ki, ev tapşırıqları eləmir. Onun kimi böyümək istəyirdim. İndi də mən oğluma paxıllıq edirəm ki, kaş mən o kimi olardım. Mən Uşağın də olanda artıq böyümürsən. balaca uşaq Səni- gördüyümdə mən də onun paxıllığını çəkirəm. Deyirəm keşke mən də balaca olsaydım. Allahım yarabbim. Uşaq kimi yadda saxlayanlar dünyasını dəyişəndə böyürsən. Ağırdır. Gəl evdən məktəbə kimi piyada gedək. 20 il əvvəlki kimi. Hə? Gedək. Yolda sənə bax alaram. Gəl. Ayda. Yaxşı ata. Allahım. Əslində atası yox imiş. Canım aman ağırlı balası. Hər gün çıxır oğlumla parkda gəzirik. Çox ehtiyatlı olan bala. Oğlumun elə 39 yaşı var. O məni gözdən 39 qoyamar. ca. Balaca balamdır. Oh can bala maman balası. Abala, nə oğluma niyə vermirsə top oynamağa? Ha? O mənim balaca balamdır. Özüm doğmuşam. Birdən başda bir hadisə gələr. Anan qurban, balaca oğlum akrobatika öyrənibdi mamaya göstərsin, göstər. Qəşəng. Can balam, maman ağıllı balası. Ada qaçmadı. Mən oğlumu gözdən qoyamaram. Çünki mənim balam... Az, nə qarsan, yürü oyuna. Ağılsız, qabırsız, yəsiz gör mənim oğluma. Oğlan evi. Bu qəbul olunmazdır. Dur. Dayan. Yaxşı. Mətbəx bebili, Qız evi. yataq. Bir də yataq dəstə. Hə, siz buna görə mənim şəxsi spalimi mebellə doldurmalısınız. Özü də italyanskı. Sən dağ eləmə də, bir dənə oğluma bax. Ayda. Sumqayıt mebeli də olar. Yaxşı. 4000-lik mətbəx Yaxşı. mebili, AVS azdan 2 bilet. Ucuz bilet soxuşdurmaq istəyirsən, ağsaqqal. Olamızdır. Başqa belə eləyək. Mətbəx mebelini çıxardaq 4000 ekonomiya eləyin. Amma biz sizin kiçik qızınızı alacağıq. Allahım. Danışdıq. Bu hər şeydən önəmli. Pul hər şeydən önəmli oldu. Mən biraz həyəcanlıyam, bu bizim ilk görüşdür. Tək yaşayırsan? Deyəsən bu suala susmalıyam. Yaxşı. Hadisə işləyib eləyirsən? Mən elə özümü axtarıram. Onda pul qazanmırsan da. Deyir, gördün? Qız pul girdi. Yoxdur, onlar da mansızdıra. Aa, ilk görüşdə mama ucu pisdir. Dedim sənə Allahım yarabbim. görüşməndən. Amma qəşəngdir axı. Məndən də. Yox, səndən qəşəng heç kim yoxdur. Eşitdin qızım? Ayrılırıq.
Dur get. O kapustan bir öldürür. Uy bolam. Müdür demə icazə vermir. Dur otur sənədlərə imza. Ay Əliхан necəsən? Nə var nə yox? Çoxdan da yazmırsan. Bu hissi hardansa bilirəm. Təksən burada? Yo, yoldaşımla tanış ol. Amma mən evli deyiləm. Görün vilkalar da yaman çəkdi ya. Ay düşdü. Mən yavaşdan qaçım. Mən yavaşdan... Sən bir dənə maşının var idi ya, ağ rəngdə. Qəşəng arxa sidenyası da böyük idi. Nə oldu o durur? O deyib o tərəfdə park eləmişəm. Ləman hardadır? Getdi dənizdə velka axtarmağa. Qızla Qurban mübahisə. olum, əsəbləşdirmə də məni. Sən məni bezdirmisən. Leşlərimi yığıb gedirəm anamgilə. Onu da görərsən. Qadınla Qurban mübahisə. olum, əsəbləşdirmə də məni. Sən məni bezdirmisən. Beşləri yığmışam. Gedə bilərsən. İstəsən mamam gilə get. Sizi- O da məni bezdirib. Qurban olum, Amma əsəbləşdirmə də super məni. ol. Aliхан Rəcəbovun ümumiyyətlə videoları çox amma çox superdir. Yəni yalan yoxdur. Ən keyfiyyətli videoları yəni çəkən adamdır. Mənim gözümdə elədir. Məncə hər birimizin gözündə elədir. Dur get, qonşu marketdən bunları al gəl. Əynimi dəyişib geyirəm. Kim deyirsən videoya baxan? Düş yubanma, xəmirim gələcək. Ülkər? Zərrana salab Süleytə dönmürsən. Yox, mama dedi belə et paltanda düşməndi. Nə? Mama ilə qalırsan sən hələ də. Oh. Mama uşağı. Bir də həyata gəlsəz, bu viddə mağazaya düşərsiniz. Ay xanım, bura mənim məhəlləmdir. Çəkin o oyna. Ərzəbli imzala. Sabahdan çatdır özünə. Amma məktəbə də belə gəlir, neysə. Bu nə bitdələ? Sən göy məhəllə marketinə kostyumda gəlsən? Ha, mən səni deyirəm ki. Sən də sözündən hamı rahatlasın. Elə bilirdim ki, bir dənə məndə belə olur. Demək hamı da belə olurmuş. Evinli üstünü dəyişməyib, yəni hamı da belə olur da, çöl paltarı, bir dəqiq paltar olur. Sən evdə geyindiyin paltarla çıxırsan, məhəllədən gedirsən nəsə almağa, onda elə bir ki, həmin günə özəl olur. Hər şey həmin günə və həmin dəqiqə, həmin saat özəl olur. Əliхан tanış ol. Talih uşaqlıq dostun, Əliхан iş yoldaş. Şad ol. Bizdə toydan əvvəl mütləq ziyarət axşamı verməlidirlər. Bizdə də. Haralsan? Danabaşlı kəndi. Mən də. Yerli! Bizdə 11 duş oynayanda pası sağ ayağına verirlər. Bizdə solmur. Yerli. Mən əskərliyə gedəndə provada çayla qəm gətirmişdim. Bizdə də. Yerli. 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 Super olub, super. Siz də öz yerlilərinizə bu videoyu göndərin. Mənim şəklimi fona qoymusan? Hə. Hər dəfə çətin günüm olanda sənə baxmağı sevirəm. Can. Sadəcə baxıram və başa düşürəm ki, Nə qədər əgər sənə dözə bilirəmsə, deməli həyatda hər şeyə dözə bilərəm. Allahım yarabbim. Neyse ama super oldu. Hə bibi, 300 kvadratlıq ev götürmüşəm. Vaxt eləyin qonaq gəlir. Bibinin vaxt eləmə. Allah xoşbəxt eləsin. Nə qəşəngdir var. Əməllərə bax. Cadu əməl. Ay maşallah. Yüksək səviyyədə. Oy maşallah maşallah. Kaporkanı da qəşəng. Şey deyir, tələngdir. Bunun çerdakı da var. Yox artıq, yox artıq. Qalardınız da bibi. Yox, əmin oğlana bax evanım, ora getməliyik. Sağ ol. Hə bibi. Qarnımı nə vaxt əritəcəksən? Dünyada dadlı yeməklər bikəndə. Qarnın şar balonu kimidir, partlayacaq indi. Qoy partlasın. Arıq insanlar və köynəyinizin son 2 düymələri sizə əngəl olmamalıdır. Qəşəng. Qarın sosial məsafənizi qoruyur. Təbii ki. Qızılın, varlı həyatın, 5 Təbii yeddilik ki də. və məmurluğun simvoludur. Biz çox yemirik. Siz az yeyin. Ancaq yemək mənasında demirəm. Əsrlər boyu heykəllərin qarnını söküb bizi aldadıblar. Aha. Belə qarın ancaq digər kişilərin xoşuna gəlir. Həmən o dayday mənəm. Varlı gülüş vibrasiyaları. Qəşəng. Qəşəng, xoşuma gəldi. Bir anlıq dietanı təmiz buraxasım gəldi. Onun ailəsi. Zədəcan. Mənim ailəm. Ola baxma. Allah Allah. Əşi, bir qələt də elədim. Güya sənin səhvin olmayıb. Üzr istəyirəm. Nə? Mən demədim, özü dedi. At dizvi yerə üzr istə. Keçdiyə üzr qatarı, rombal.
Eşidirəm. Eşidir, danış. Denən insan səhvləri bir təcrübədir. Və eşitmirəm səni. Nə qışqırırsan? Maraqlı filmdi idi. Deyə keçən dəfə maşınımızı vurdun, oturduğumuz yerdə. Bax burada sıçdın. İndi açacaq günahlar kartotekasını bastıracaq səni. 2019-cu ilin yay tətili. Qısasa çay su. Pandemiyanın birinci həftəsi. Buruqbaş Nigar. Davam edeyim. Səlim, mənim özüm yadımdan çıxmışdı. Ona xoşanlardan danış, qoy pisləri unutsun. Bəs 2025-ci ilin may ayı Aviasales azdan ucuz bilet alıb səninlə Parisə uçmuşduq. Yadındadır? Danışdığım motorist Rafiq Rəna çıxdı. Ona görə biz Parisə getdik. Deyəcəkdim səni Parisi demə, amma özü keçdi. Başqa kimsə var telefonunda? Yaxşıdır, Slesar Zahidi tanımır, yoxsa dünya üz qırıb vuracaqdınız. Hamısı qızdı, oğlan adı ilə. Bir qələt də elədim, güya sənin səhvin olmayıb. Amma super alınıbdı, çox bəyəndim. Bezdim sən iç sifətindən. Mən öldüm sən üçün, xoşbu qəmi boşan. İnan Allaha, o uşaq olmasaydı çoxdan boşanardım. Ay sağ, qurban olasan o uşağa. O uşağın xəttirinə sən atongilə qoyulamıram. Bilsən nə var? Elə atongilə də gedəcəm. Getməyən də. Aha. Yaxşı. Oğlum sənə bir şey deməliyik. Nə? Biz onunla necə deyək, boşanırsınız? Amma Görmədim, bu gün də gördüm. Deməli belə, Asan xidmətin ən yaxın ünvanını hər ikimizin WhatsApp-ına göndərmişəm. Yaxınlaşın sonra mediasiya xidməti seviyəcək bir ərzində düşünüb fikirləşmək lazımdır. Qəti sürətdə elə eləmirsiniz. Hər ikiniz imzalayıb sağolarsınız. 135 mama ilə, 246 papa ilə qalacağım. Bəs bazar günü kim özünü yaxşı aparsa o ilə. Amma əgər ikinizdən biri boşanmaq fikrindən daşınsa, sizin günlərinizi, həftələrinizi, qara eləyirəm. Aylarınızı, ha belə illərinizi burnunuzdan gətirəcəm. Bərəkallah. Siz necə, mən də elə. Əgər əlavə sualınız yoxsa, icazənizlə mən davam edeyim. Teşekkürler. Görüşək. Bu videonun da sonuna gəldik. Hələ də kanalıma abunə deyilsinizsə aşağıdan kanalıma abunə olub bu videomu da like atmağı unutmayın və bunu da unutmayın ki, sevilirsiniz. Sağda soldan çıxan videoları da izləməyibsə keçib izləyə bilərsiniz.